Biz bunu digər bir növdə də görürük, bunu da vurğulayım. Bilirsiniz ki, bizim folklorda leyləklər hacı leylək olaraq bilinir, çünki onlar həccə getdiyinə inanılırdı. Amma son illərdə, son 1-5-10 ildə biz Lənkəran Astara zonasında xüsusən isti qışda biz leyləkləri qış ərzində də görə bilirik. Bu isə göstərir ki, zamanla iqlim dəyişməsi nəticəsində və qida bolluğunun artması, çünki biz poligonlarımız var, təbiətə zibil tökülür və leyləklər həmin qidaları asan qidaya çevirir və onlar köç etməyə ehtiyac duymurlar və həmin ərazilərdə qalırlar. Bu isə çox ciddi problemdir. Xatırlayırsınızsa bəlkə də Afrikadan son illərdə çərkənlərin sayının artması haqqında xəbərlər var. Bəli, bu yay xüsusi problem idi. Bu hətta biz də bununla bağlı video hazırlamışdıq. Və bu mövzuda bəzi ornitoloqlar düşünür ki, bunun səbəblərindən biri də eyni qaydada Avropanın cənubunda da, İspaniyada, İtaliyada da leyləklərin köç etməməsidir. Onlar il boyu, yəni orada qalır. Qışda Afrikaya gedib orada çərkələr yeməli olan leyləklər Azərbaycanda, İspaniyada, İtaliyada və digər yerlərdə qaldığından çərkələrin sayına nəzarət edən bir canlı olmur. Görürsüz, bizim bir Azərbaycanlı olaraq etdiyimiz davranış Afrikanın ekosisteminə necə təsir edir. Yəni biz dünyada bir-birimizdən çox əlaqəliyik. Biz bunu pandemiya dövründə gördük. Kiçik bir virus bütün dünya alt-üst elədi və təbiətdə də hər şey bir-birindən çox əlaqəlidir və buna görə biz davranışlarımızı eləməliyik ki, ətraf mühitə minimum zərər verək. Çünki sonra dəyişdirmək çox çətin olur. Bəli, Zülfü bəy, bu planet əslində öz-özünü çox gözəl tənzimləyir. Əgər insan olmasa, yəni insan fəaliyyəti nəticəsində yaranan bütün qlobal iqlim dəyişiklikləri də insan fəaliyyətinin nəticəsində yaranır və təsəvvür edin, bir yəni sistemin işində hansısa nasazlığın yaranması, bir ekosistemin, bir bioloji sistemin Afrikada çəyirtkələrin sayının çoxalmasına və oradan da bütün qitəyə yayılmasına gətirib çıxarır. Daha sonra da Avrasiya materikinə. Çox maraqlı